Salam, hörmətli izləyicilər. Yeni qaydalara görə borc götürən şəxs əgər vaxtında borcu ödəməsə, əmlaki müsadə oluna bilər, məhkəmənin iştirakı olmadan birbaşa. Bu necə baş verir? Mən hüquqşünas Zaur Seyidzadə indi bu barədə məlumat verəcəm. Əgər kiməsə maraqlıdırsa, videonu sonuna qədər izləsin, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbəri olsun. Bəyənin keçən mövzudakı necə əmlakisi müsadə edə bilər və sizin xəbəriniz olmadan. Deməli, yeni icra haqqında qanuna əlavə dəyişikliyi yox. Əlavə dəyişikliyə görə artıq məhkəmənin iştirakı olmadan icra məmuru özü gəlib sizin əmlaki müsadə edə bilər. Bunun üçün birinci növbədə nə baş verir, onu qeyd edim. Əgər borc müqaviləsinin notarsla bağlanıbsa, borcu verən şəxs, borcu götürən şəxsə borcu vermədiyi zaman məktub göndərir forma 36 ki, xəbərdarlıq gətir borcu ver. Əgər borcu vermirsə, o halda mütləq qaydada bir ay gözləyib, bir aydan sonra notarius qeyd haqqında məlumatı göndərir ərazi üzrə icra idarəsinə və onlar da əmlak varsa əmlaki müsadə edirlər, əmək haqqı varsa əmək haqqından tuturlar, pensiya varsa pensiyadan tuturlar, müavinət varsa müavinətdən tuturlar. Mən bunu həmin hüquqşünas kimi deyəm, həmin əyri arabasında olan bir şəxs kimi deyəm. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada. Onu da xüsusilə qeyd edin ki, əgər əmlaki görüb qoymuşsa, o da birbaşa, yəni məhkəmənin iştirakı olmadan müsadə olunur. İcra məmuru gəlib müsadə edir. Bəs hansı halda müsadə edə bilməz? O halları mən qeyd edirəm. Sona qədər videoya baxın, videonu short hissədə qısa qoyuram, sonra tam hissəsini qoyuram. Hörmətli izləyicilər, videonun yuxarısında da adı yazılır ki, falan video tam YouTube'da baxın. Həmin videoya baxın, aydın olsun ki, yəni belə halda necə qorunmaq olar, hansı halda məhkəməyə verib nüvəsən deyə bilərsiniz. Amma əvvəlcə bu məsələyə toxunmaq istəyirəm, hörmətli izləyicilər, zəhmət olmasa, diqqətinə qulaq asın. Hansısa narkomanı aparır müalicəyə, onu çəkib video qoyar, YouTube kanalında nümayiş etdirir, ona 700-800 min adam abunə olur və 100 minlərlə adam baxır. Mən burada deyirəm ki, mən əlilliyi olan şəxsəm, insanlar hüququ maarifləndirirəm. Zəhmət olmasa videonu bəyənin, kanala abunə olun. Olan yoxdur, cəmi 5550 nəfər abunə var. Bunu heç olmasa bir 10 minə çatdıra bilmir, hörmətli izləyicilər. Dəfələrlə qeyd edirəm ki, bəs mən istəyəm, yerasın, orada əyri dostlarımın əl işini satım və hüquqi yardım göstərdim. Zəhmət olmasa YouTube kanalına abunə olun ki, video qabağa geçsin, YouTube mənə ödəniş eləsin. Amma abunə olan yoxdur, bəyənən də yoxdur.